Herkese selam dostlar. Yepyeni bir Brawl Stars videosuna hoş geldiniz. Bu videoda sizlerle birlikte Şanslı Günün 3. bölümünü çəkəcəyik. Şanslı Gün 1. bölüm ve 2. bölümüne baxmışsınız eğer bilərsiniz yani bu 3. bölümü. Bu arada videomuzu keçməndə də bu zövriyan damısın. Kanaldan olmaq və bu videoya like atmayı unutmayın. Ve neyse dostlar, keçək ki videomuza. Bildiğiniz için bu Şanslı Gün ödüllerini almaq için mat kazanmaq lazımdır. Əslində 4-cü yerə çıxsaq da olar. Burada melek şeytan bir de bu axırıncı hacker kutusudur nədir onu tam bilmirəm adını. Onu da yorumlarda yazmayı unutmayın inşallah. Və indi isə keçək ilk oyunumuz melek kutumuzdan başlayaq inşallah. Bəli dostlar, gördüyünüz kimi ilk oyunumuz ve ilk hədiyəmizi oynayacağımız, yəni alacağımız oyun atıldı. Neçə vaxt Brawl videoları çəkmirəm, bayağı darıxmışdım və ilk oyunumuzu uduzma şansımız var idi, amma inanıram ki məğlubiyyətsiz qutaracaq bu şanslı günü də. Bilirəm şanslı gün videoları çox gəldi, amma başqa video fikri yoxdur. Yəni video fikri tapan kimi mən də elə sizlərə video atıram inşallah. Bunu alabilsem bunun təzə karakteri də yəqin ki bu, yəqin ki yox. Mən bunu kutudan çıxartmışdım. Karakterin öz kutusundan 7 yazıb çıxmışdı hətta. Gücü Ember kimi deyə qutarmazladı falan və Cabra Roza çox uzandı bu oyunumuz. Mən bir dənə şeytan mortis ən istədiyim şeytan kostümüdür. Bəs sizin ən istədiyiniz şeytan kostümü hansıdır? Onu da yorumlara yazarsınız inşallah və ilk hədiyəmizi açdım. Bir şey çıxmadı. İndi isə ikinci şeytan kostümümüzü açmaq üçün ikinci oyunumuza girək inşallah. Və dostlar, gördüyünüz kimi ikinci matımız da açıldı. Bu matımızda şeytan strategisi açacaq. Buradan Brock alsam heç də pis olmaz və aldım. Burada kimdir Rico? Aha, Rico'nu alaram. Aha, aldım. Ultisine hasar verməyə çox yaxşıdır. Mən elə bildim təkcə işınlanmağa yarayır, amma hasar verməyə həm qaçmağa çox yaxşı karakterdir. Biraz alan hasar da uzaq olsaydı. Amma çox əla karakterdir həqiqətən, gizemliyə. Yəni layiq bir karakterdir. Oradan change-ni alabilsəm, promo özüm gedib qazı öldürəcəm və ikisini də alacağım məncə. Cabra qaçma. Qaçma da. Ala. İndi getdim. Aha, 3-2 qaldı uşaqlar. Artıq bizə bəsdir bu 4-dən sonra olmaq. Yəni şeytan kutusundan inşallah nəsə çıxar. Neçə vaxtı şeytan açmırdım. Bravada neçə vaxtı heç bir şey gəlmir və yenə nəsə çıxmadı uşaqlar. Bu nə şanssızlıqdır deyirəm və 3-cü hədiyəmiz olan melek hədiyyəsi üçün 3-cü matımıza girirəm. Və gördüyünüz kimi uşaqlar oyunumuz atılır. Bildiyiniz kimi 3-cü oyunumuzdur bu. Yəni 3-cü melek şeyimizi atmaq üçün kutumuzu. Buradan bunu alabilsəm. Uşaqlar bir də səsim biraz fərqli çıxa bilər. Çünki xəstəyəm, ona görə düzülü sayın. Ölürdüm az qala və son 5 qaldı. Colt'u özümüzü riskə atmayaq. Çünki Colt'u ala bilərəmmi? Və Colt'u aldım. Əla. Gedim özüm indi qazı öldürüm. Videomuz çox uzun olmasın deyə uşaqlar. Cəl tez. Və 3-cü matımızda qəşəngcə qazandıq. İndi keçirik melek. Haydi, yenə bir şey çıxmadı. Mən şeytanlardan ümidliyəm, çünki meleklərdən çox şey çıxartmışdım. Mən sonuncu şeytan kutumuz üçün girək. Və gördüyünüz kimi oyunumuz atıldı uşaqlar. İndi isə buradan bu 3-2 eyni anda ala bilmək. Oha, ekranda hasar görüntüsü çox yaxşı oldu. Zor oldu yəni. Bunu alaram buradan. 3-3'üm var artıq. Güclənmişəm. Aha, aldım. 4-3'üm var artıq. Karakterin də adını bilmirəm. Bravo, yeni gələn çox karakterin adını bilmirəm. Çünki
oyuna çox da girmirəm. Yəni artıq Roblox videolarına daha üstünlük verirəm. Və haydi gəlin öldürün məni. Öldür, 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 öldür. Amma öldür da, bezdim ax. Öldür, öldür, öldür. Hədə vur. Sən vuran deyilsən. Mən özümü qazı öldürüm. Və dostlar, 4-cü hədiyəmiz olan, yəni son şeytan star hədiyəsini də açırıq. Bastım, yenə də bir şey gəlmədi. Bu sonuncu kutumuzda, yəni hacker kutusudur. Onun adını səhv eləm bilmirəmsə. Kaos kutusu, kaos. Oha, mega kutu açırıq uşaqlar. Pastan. Pasta bildiyiniz kimi yenilənib uşaqlar, çox əla bir pas olub. Bu videoda həqiqətən çox əla şeylər də alırıq. Baxın, bir dənə mega kutu var. Hələ burada bir dənə kaos da var və 9 yazdı. Bizim məsələ mega kutularda şansımız yoxdur. Heç bir şey çıxmadı. 3-də veririk. Özdə kaosdan atıram. Süper Ender. 2 Süper Ender. 90 ultra efsane bir çoxdur. Hədiyyə verir. Və heç nə vermədi. Mən şeydən videomda 68 mega kutudan 9 yazıb 2 də paralayıb 2 çıxdı. 68 elmasımız oldu bu arada. İlk ikinci videoya başladıq. İndi uşaqlar girək melek kutumuzdan ötürü 5-ci oyuna. Və dostlar, gördüyünüz kimi oyunumuz atıldı. Ancaq yine bu karakterini oynamıyorum. Yəni dəyişərəm evi yox bu oyundan sonra. Bir dənə də kaos kutusu açacaq uşaqlar hədiyyənin sonunda. Bir gör Royal Pass sizin Royal Pass nə idi? Free Fire getdi alım. Royal Pass sizin xoşunuza gəlibdi uşaqlar, onu da yorumlara yazarsınız. Brawl Pass daha doğrusu. Xoşunuza gəldi mi? Mənim çox xoşuma gəldi. Amma şanslı olsa biraz lap əla olar. Bunu buradan ala bilərəm mi? Məncə alaram. Alaram. Çox güclüdür yəni o. Alaram buradan onda mı? Ayda elə son anda. Hayır, öldürdüm Allah. Bunu da öldürebilsem. Öldürme, öldürme beni, öldürme. Vur da Erti. Bravo. Vur beni, öldür. Ben öldür Erti. Erti vur. Erti vur. Canım yoxdur, qoraq qazır. Tez özümü qazı öldürüm. Və son melek də mən bilən. Melek star hədiyəsi üçün oyunumuza giririk. Melekçidir də. Yəqin ki də yenə heç bir şey çıxmadı. Bir də baxa görə nə qədər 1500 bu verdi. Bu arada pasta əməlli irəlilədi. Prosu 950 olmağa həqiqətən pis oldu. Çoxlu star hədiyələri də açırıq və destansı dedim nəsə gedər. Heç nə çıxmadı. Hələ bir dənə də star hədiyəmiz var. Bu videoda çox açılım videosu oldu. Çox şeylər açdıq. İçində mega kutu da daxilində. Son kaos kutumuz üçün sonuncu oyunumuzu girirəm uşaqlar. Dostlar, gördüyünüz kimi son maçımız açıldı. Buradan 3-2 yenə eyni anda alacağım. Çox xoşladım hasar ekranına ya. Bir də baxım görək. Oha, yenə zor olur da ya. Ayda. Max alacağım sən. Aldım. Aha. Yəndə olur. Mənə bir basmalısan belə-belə. Şey kimi. Dog kimi. Şundan alaram buradan. Bunu da şalde aldım. Hamını deyəsən mən öldürəcəm. Aha, bunu da aldım buradan. Cavrariko və son 4 və sonuncu hədiyəmiz olan kaos kutusunu da açırıq. İnşallah efsanevi yazar bizə. Də öldürüb ölmədi. Mən sinif yollaşma ultra efsane. Öldür. Aha. Bir yana vurdu elə bizə. İndi kaos açırıq. İnşallah ultra efsanevi yazar, baxaraq nətər şey etsə. Bir yana inşallah yaxşı şey. Süper Ender. Yax. Bir yana desam. Ayda Süper Ender əl çəkmədi də. Bir də uşaqlar. Mənim 21 min mücəffərim var. 40 min altın param var. 68 elmasım var. Əgər bunları xəşləmə videosu gəlməyi istəyirsinizsə, kanalıma abunə olmaq və bu videoya like atmağı unutmayın ki, baxım görək siz də istəyirsinizmi? Və buradan qəşəng kostümlər var.
Gəl marketə göz ataq. Gəl bir. Gəlibdi. Mega kumbara. Şuralar mega kumbara videosu gələcək yaxında sizlərə və mənim kanalım yoxdur. 121 milyon 200 Gəlibdi 221 saata qurtarır. Ay 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 ay. Çıxıram bu klubdan 2 nəfər oynayır. İnşallah mega kumbaradan 20 stresi atma videosu da gələcək. Nəysə dostlar, gələn videolarda görüşənədək.